Bugünkü dərsimizdə molekulyar kinetik nəzəriyyənin əsasları, MK-nin müddəaları, nisbi atom kütləsi, maddə miqdarı, ideal qaz, molekulyar kinetik nəzəriyyənin əsas tənliyi. Bu haqda qısa bir məlumat verəcəm sizə. Deməli, molekulyar kinetik nəzəriyyə nədir? Molekulyar kinetik nəzəriyyə cismin daxilində baş verən isti proseslərini öyrənən bölməyə molekulyar kinetik nəzəriyyə deyilir. Molekulyar kinetik nəzəriyyə 3 əsas müddəa üzərində qurulur. Birinci müddəamız bundan ibarətdir. Bütün cisimlər, bütün maddələr atom və molekullardan təşkil olunmuşdur. Məsələn, tutaq ki, stəkan düşdü, sındı, hissələr ayrıldı. Demək ki, stəkan həmin hissələrdən ibarət idi. Su buxarlandı. Demək ki, su həmin buxar molekullarından ibarətdir. 2. Atom və molekullar maddə daxilində daim xaotik istilik hərəkət eləyir. Yəni, bütün cisimlərin daxilindəki atom və molekullar davamlı xaotik hərəkətdədir. 3. Atom və molekullar arasında itələmə və cazibə qüvvələri mövcuddur. Atomun ölçüsü çox kiçik olduğu üçün biz nisbi atom anlayışından istifadə edirik. Kütlə vahidi olaraq da biz karbon atomu kütləsinin 12-dən birini götürəcəyik. Deməli, nisbi atom kütləsi nəyə deyilir şərhdə? Bir atomun kütləsinin, karbon atomu kütləsinin 12-dən birinə olan nisbətinə nisbi atom kütləsi deyilir. Nisbi atom kütləsi A ilə işarə olunacaq. A bərabərdir M0 bölünsün 12-dən 1 M0C. M0C atomun, yəni karbon atomu kütləsinin 12-dən 1-idir. Karbon atomu kütləsinin 12-dən 1-inə biz deyəcəyik bir atom kütlə vahidi. 1 AKV. Nisbi molekul kütləsi isə bir molekulun kütləsinin karbon molekulu kütləsinin 12-dən 1-nə olan nisbətinə molekul kütləsi deyilir, MR ilə işarə olunur. Və biz bu düsturu bərabərdir M0 bölünsün 1 AKV şəklində də yaza bilərik. Keçirik biz Avogadro sabitinə. Avogadro sabiti nədir şagirdlər? 12 qram karbon götürülür və 12 qram karbondakı atomların sayına baxılır. 12 qram karbondakı atomların sayına Avogadro sabiti deyilir və Avogadro sabiti Na hərfi ilə işarə olunur və o 6,2 10 üstü 23 mol üstü -1 ilə təyin olur. Yəni bizim Avogadro sabitimiz konkret həmişə 10 üstü 6,2 10 üstü 6,2 10 üstü 23 mol üstü -1 götürüləcək. Bəzən 6 da götürülə bilər yuvarlaq olaraq. İndi biz maddə miqdarından danışaq. Görək maddə miqdarı nədir? Maddə miqdarımız verilmiş maddədəki atomların sayının Avogadro sabitinə nisbətinə maddə miqdarı deyilir. Nu hərfi ilə işarə olunur. Maddə miqdarının vahidi 1 moldur. 1 moldur. 1 mol beynəlxalq vahidlər sistemində əsas vahiddir. Əsas vahiddir. İndi biz maddənin 1 molunun kütləsi, yəni biz 1 mol nə deməkdir şagirdlər? 1 mol o deməkdir ki, bizim N'imiz Na-ya bərabərdir. Buradan belə bir nəticə çıxarda bilərik ki, istənilən maddənin 1 molunda nə qədər atom var? Avogadro sabiti qədər atom mövcuddur. İndi maddənin 1 molunun kütləsinə molyar kütlə deyilir. Molyar kütləmiz böyük M hərfi ilə işarə olunur və M0 Na düsturu ilə hesablanır. Molyar kütlənin vahidi 1 kiloqram bölünsün moldur. Və qazın kütləsindən danışası olsaq, qazın kütləsi isə M0 vurulsun N düsturu ilə hesablanır. Həm Na-nı, həm M0-ı təyin eləsək, maddə miqdarı üçün belə bir düsturda ala bilərik. Kiçik M bölünsün böyük M, o da bərabərdir böyük M bölünsün böyük Na. Bax, bu maddə miqdarının həm kütlə ilə, həm də molekulların sayı ilə əlaqəli düsturudur. Mikroskopik kəmiyyətlər nədir şagirdlər? Məsələn, tutaq ki, kəmiyyətlərimiz, yəni buradakı kəmiyyətlərimiz iki cür olacaq. Mikroskopik və makroskopik kəmiyyətlər. Mikroskopik kəmiyyətlər, məsələn, bir atomun kütləsini nəzərdə tuta bilərik. Bir atomun kütləsi artıq bizdən ötürü mikroskopik kəmiyyət sayılır. Amma qazın təzyiqi, qazın həcmi, temperaturu anlayışları isə makroskopik kəmiyyətlər adlanacaq. Vahid həcmə düşən molekulların sayına konsentrasiya deyilir və kiçik N hərfi ilə işarə olunur.
böyük M bölünsün V düsturu ilə hesablanır. Konsentrasiyamızın vahidi şagirdlər 1 bölünsün metr kubu. 1 bölünsün metr kubu və yaxud da 1 metr üstü -3 qəbul olunacaq. Əgər mən maddə miqdarının düsturundan n bərabərdir, kiçik m bölünsün, böyük m vurulsun, na ifadəsini gətirib konsentrasiyanın düsturunu nəzərə alsaq, onda konsentrasiya üçün belə bir ifadə alarıq. Rho na bölünsün, böyük m. Bu isə konsentrasiya ilə sıxlıq arasındakı əlaqə düsturudur ki, konsentrasiyamız sıxlıqla düz mütənasib aslı olar. Və düsturlarımıza əsasən baxası olsaq, bizim konsentrasiyamız həcmdən necə asılı olacaq? Tərs mütənasib asılıdır. Eləcə də sıxlığımız da həcmdən tərs mütənasib asılıdır. Amma konsentrasiya ilə qrafik olaraq baxaq. Konsentrasiya ilə sıxlıq bir-biri ilə necə asılı olacaq? Düz mütənasib asılı olacaq. Belə. Bax, bu nisbi atom kütləsi, maddə miqdarı anlayışları. Molyar kütlə, qazın kütləsi və konsentrasiya ilə sıxlıq arasında əlaqə düsturlarıdır. İndi keçək ideal qaz anlayışına şagirdlər. İdeal qaz nədir? Təbiətdəki bildiyimiz qazlar, tanıdığımız qazlar hamısı real qazlar sayılır. Biz ideal qaz mövcud deyil, biz ideal qazı sadəcə alındıra bilərik. Qazı seyrətməklə onu ideal qaz halına gətirə bilərik və verəcəyimiz qaz qanunları aid olacaq ideal qaz üçün. İdeal qaz nədir? Molekulları arasındakı məsafə, molekulların ölçüsündən dəfələrlə böyük olan qazlara ideal qazlar deyilir. İdeal qazlar deyilir. Və yaxud da deyə bilərik ki, potensial enerjisi nəzərə alınmayacaq dərəcədə kiçik olan qazlara ideal qazlar deyilir və verdiyimiz tənliklərimiz hamısı ideal qaz üçün ödənir. İndi biz ideal qaz üçün orta kvadratik sürət anlayışından danışacağıq. Orta kvadratik sürətimiz nədir? Ümumiyyətcə, biz hər hansısa bir bu şəkildə qapalı qab götürsək, həmin qapalı qabın içərisində ideal qaz molekulları bax bu şəkildə müəyyən müxtəlif istiqamətlərdə daima hərəkət eləyəcək. Və bizim hər bir ox üzərindəki molekullarımızın sürətləri təqribən bir-birlərinə bərabərdir. Əgər n sayda təşkil olunmuş qazdan danışırıqsa, o zaman bizim orta kvadratik sürətimizin kvadratı ayrı-ayrıqdakı molekulların sürətlərinin kvadratları cəminin onların sayına nisbəti ilə təyin olunur. Biz indi bir dənə qaz atomundan danışacağıq. Ona görə də bir qaz atomu üçün orta kvadratik sürətimizin kvadratı bərabər olacaq. Vx-in kvadratı üstəgəl Vy-in kvadratı üstəgəl Vz-in kvadratı bölünsün 1. İndi burada hər birinə Vx desək, yəni bir ox üzərindəki sürəti təyin edəcək olsaq, biz buradan 3 dənə Vx-in kvadratını taparıq. Onda atomun bir ox üzərindəki sürətinin kvadratı orta kvadratik sürətimizin 3-dən 1-nə bərabər olar. Bizim molekullarımız divarla toqquşacaq və burada təzyiq yaradacaq. O zaman biz həmin təzyiqin düsturuna baxası olsaq, o təzyiqimizin düsturu 3-dən 1 M0N V üssü xəttinin kvadratıdır. Bax, bu tənliyə biz deyəcəyik molekulyar kinetik nəzəriyyənin əsas tənliyi. MK'nin əsas tənliyi. Bu tənliyə ona görə əsas tənlik deyirik ki, şagirdlər, bütün verilən tənliklərimiz hamısı buradan alınacaq. Yəni, həmin tənlikdən alınmış olacaq. İndi biz eyni bu düsturda M0N ifadəsini götürürük və M0 olduğu kimi saxlayırıq. N'in yerinə böyük M bölünsün V yazırıq. Onda M0N bölünsün V ifadəsini alarıq. M0N isə qazın kütləsi idi, bölünsün V. Aldıq Rho. Onda biz təzyiqin düsturunu bu şəkildə də yaza bilərik. 3-dən 1 Rho V üssü xəttinin kvadratı. Bu da ideal qazın təzyiqinin ikinci bir düsturu. Sonra nə edə bilərik? Həmən bu düsturda hər tərəfi 2-yə vuraraq. P bərabərdir. Sürət və məxrəci 2-yə vuraraq. 2 M0N V üssü xəttinin kvadratı bölünsün 3 vurulsun, yenə də 2 yazıram bura.
2'yə vurdum, 2'yə böldüm. Bax, mv kvadratı bölünsün 2 artıq bizdən ötürü olacaq orta kinetik enerji. Yəni m0 v üst xəttinin kvadratı bölünsün 2 bizdən ötürü orta kinetik enerji anlayışını verir. O zaman biz təzyiqin düsturu üçün P bərabərdir 3'dən 2 n 3'dən 2 n yk üstü xətli ifadəsini alarıq ki, bax bu da bizim ideal qazın təzyiqinin düsturudur. Həmən bu düsturlardan istifadə eləyərək biz tapa bilərik ki, təzyiqimiz orta kvadratik sürətdən təzyiqimiz orta kinetik enerjidən təzyiqimiz sıxlıq və konsentrasiyadan bir yerdə çəkəcəyim qrafikini. Orta kvadratik sürətdən gördüyümüz kimi kvadratik düz asılıdır. Orta kinetik enerjidən xətti düz asılıdır. Və rho ilə n ilə də xətti düz mütənasib asılı olacaq. Bax, bu olacaq bizdən ötürü ideal qaz, ideal qazın əsas tənliyi. İndi biz bu düsturdan istifadə eləyərək, məsələn, bu düsturdan istifadə eləyərək orta kvadratik sürətin təzyiqlə əlaqəli düsturunu çıxarda bilərik. Orta kvadratik sürətimiz olar kök altında 3p bölünsün rho. Və yaxud da biz burada rho-nun yerinə m bölü v yazası olsaq, onda orta kvadratik sürətin düsturu 3pv bölünsün kiçik m şəklində də alına bilər. PV bölünsün m gələcəkdə Mendeleyev Clapeyron tənliyi deyəcək. Oradan tapası olsaq 3 RT bölünsün böyük M düsturu ilə də hesablana bilər. Və yaxud da orta kvadratik sürətimizin düsturunu orta kinetik enerjimizin düsturundan 2'dən 3 KT düsturundan, yəni mv kvadrat bölünsün 2 düsturuna əsasən bunu yazacağım m0 v üst xətlinin kvadratı bölünsün 2. Həm də orta kinetik enerjimiz 2'dən 3 KT'dir. İndi mütləq temperatur deyəndə bu düsturun çıxarışını deyəcək. O zaman orta kvadratik sürətimiz kök altında 3 KT bölünsün M0 düsturuyla da hesablana bilər. Yəni bizim orta kvadratik sürətimizin düsturları buradakı düsturlarımız və buradakı düsturlarımızdır. Diqqətinizə çatdırım ki, orta kvadratik sürətin asılı olduğu kəmiyyətlər kök altında 3 RT bölünsün böyük M-dir. Yəni bizim orta kvadratik sürətimiz dəyişdirə bilər mütləq temperatur. Mütləq temperaturla kök altı düz asılı olacaq. Kök altı düz və orta kvadratik sürətimiz molyar kütlə ilə də kök altı tərs mütənasib asılıdır. Belə. Bax, həm ideal qazın əsas tənliklərini dedik. 3'dən 1 m0 mv üstü xətlinin kvadratı, 3'dən 1 rho v kvadratı, 3'dən 2 n yk üstü xətli, həm də orta kvadratik sürətin düsturlarını demiş olduq. Belə, bu qədər şagirdlər. Növbəti başlıqlarımızda temperatur, temperaturdan asıllıq və molekulyar kinetik nəzəriyyənin molekulyar kinetik nəzəriyyə üçün Mendeleyev Clapeyron tənliyi və qaz qanunlarının izahını verəcəm. Diqqətinizə görə təşəkkür edirəm. Kanalımıza abunə olmağı unutmayın. Bəyənin, paylaşın ki, digər şagirdlər də bundan faydalana bilsin.